baxın. Nə gözü yandırır, nə bir şey. O qədər gözəl təmizləyir. SPF-imizi üzdən tərtəmiz çıxardıq. Bilirsiniz ki, SPF-lər bizi günəşin pis şüalarından qoruyur, xırda qırışların düşməsinin qarşısını alır, ləkələrin düşməsinin qarşısını alır. Amma SPF-i vurduğunuz zaman yaxşı təmizləmədikdə SPF-i üzümüzdə qızartılar, ləkələr və sətlər əmələ gətirə bilər. Ona görə də bu bütün dəri tipinə aiddir, yəni fərq etmir. Yaxşı təmizlənməlidir ki, üzdən üzü sətdirməsin. İlk öncə SPF-i üzdən təmizləmək üçün trafil yağından istifadə etmək lazımdır. Sonra istifadə etdiyiniz ya köpük ya da üzümə gəlir, siz üzünüzün dərisinə uyğun. Mən bugün Severan Wellness şirkətinin belə bir möhtəşəm trafil yağından istifadə edəcəm. Artıq 4-5 istifadəmdir. Çox gözəldir, vitamin E tərkiblidir. Hər dəri tipinə uyğundur. Sadəcə akneli üzlər istifadə etməsə daha yaxşıdır. Amma yağlı, quru, həssas, mənim kimi qızartılı üzlər üçün möhtəşəmdir. İndi üzümdə həm SPF var, həm makyaj var. Bir yerdə üzümüzü təmizləyək. Üzümüzə su dəydirmədən hidrofil yağını yaxşıca üzümüzə vururuq. Hətta sizin gözünüzün qabağında edim. Baxın, nə gözü yandırır, nə bir şey. O qədər gözəl təmizləyir ki, möhtəşəmdir. Üzüm təmizləndi. SPF sürtdüyüm zaman mən mütləq hidrofil yağından və üzümə gəlindən istifadə edirəm. Ondan sonra toner, serum, gözaltı krem və üzümə üz kremi vururam. Bu qədər.